IELTS haqqlarda bugün. Hi guys, it's me, your teacher Gülnar. Elə biraz öncə IELTS Teacher Training tələbələrimlə müzakirə elədiyim bir məsələni vurğulamaq istədim qısa şəkildə. Bəzən tələbələr məndən soruşurlar ki, Teacher, IELTS-a vocabulary problemi nöqtəsindən necə gələ bilərik? Yəni söz ehtiyatımızı necə məqsəduyğun şəkildə artıra bilərik ki, IELTS readinglə problem yaşamayaq? Bunun üçün sizə verəcəyim qısaca tips bundan ibarət olardı ki, sözləri öyrənərkən həmişə çalışın ki, sinonimlər, word families, expressions, yəni hansı ifadələrin içində işlənə bilər, nə ilə işlənə bilər və sinonimləri nədir? Bununla birlikdə öyrənin. Çünki readingdə sözlər həmişə paraphrase olunmuş versiyada olur. Və siz əvvəlcədən sözləri sinonimləri ilə, işlənə biləcəyi word family ilə, expressionla birlikdə öyrənsəz, readingdə paraphrase-ləri tapma ehtimalınız daha yüksək və daha rahat olacaq sizin üçün. Buna görə də söz öyrənəndə tək yox, dediyim şəkildə daha ətraflı, detallı şəkildə öyrənmək readingdə bizə kömək ola bilər. Good luck!